Çox gözəl bir həyət evini sizlərə təqdim edirəm, hörmətli izləyicilərimiz. Sözün həqiqi mənasında möhtəşəm bir bağ evidir. 5 sot torpaq sahəsində 240 kvadrat metrlik sahəyə malik olan belə bir nağıl kimi gözəl bir evimizi sizlərə təqdim edirəm. Həyətində çox gözəl bir şərait qurulub. Yəni halal olsun bu evin sahibinə. Həqiqətən də insanın ruhu dincəlir bu həyətdə. Çox gözəl ab-ı havası olan, çox gözəl bir ərazidə yerləşən, mükəmməl belə bir tikilini sizlərə təqdim edirəm, dəyərli izləyicilərimiz. Təqdim etdiyim bu villa Duz gölünün yaxınlığında, Bazar Store marketin yaxınlığında villalarla əhatə olunan çox gözəl, elit, mükəmməl bir ərazidə yerləşir. Diqqətlə baxın, tam ətraflı məlumatı qeyd edəcəm. Ümumi proyekti gəlin sizlərə evimizin giriş hissəsindən təqdim edim. Qapısınacan yolu asfalt olan, bütün kommunal xətləri daimi olan bir ərazidə belə bir gözəl giriş hissəsi bizi qarşılayır. Evimizin ön hissəsidir bura. Həyətində belə bir gözəl bir iş otağı var. Kotelni sistemi, döşəməsi istipollu. Yəni istəsəz bu ara kəsməni açıb evə də birləşdirə bilərsiniz və buradan da belə bir gözəl bir görüntüsü var. Eyvan sahəsindən sizlərə təqdim edəcəm. Birbaşa qarşısı açıq, Duz gölünə mənzərəsi olan çox gözəl, sakit bir ərazidə yerləşir. Həyətyanı sahəsi tam başqa bir aləmdir. Xüsusi seçilmiş dekorativ ağaclar evə çox gözəl bir gözəllik qatır. Belə də evimizin gözəl bir görünüşü var, baxın. Həqiqətən də yəni söz tapmaq mümkün deyil bu evə. Qiyməti də elə bir qiymətdir ki, yəni belə evi bu ərazidə torpaq alsaz, bu cürünə inşa etməyə həqiqətən də yəni bu pul sizə kifayət etməz. Həyətində gözəl bir, baxın, manqalnisi yığılıb, həyətində gözəl belə bir besetkası yığılıb ki, istəsəz yay aylarında və yaxud da ki, qış aylarında da istifadə edə bilərsiniz. Həyətin gözəl işıqlandırması, gözəl yaşıllıq hissəsi, baxın. Sənədləri çıxarışdır, kommunalları daimidir, 240 kvadrat metrlik sahəyə malikdir, 5 sot torpaq sahəsində inşa edilib. Yəni sizlərə daxili hissəsini də təqdim edeyim. Deməli, evə daxil olduqda, baxın, burada yerləşir evimizin belə bir otağı. Buranı həm zal, həm iş otağı, həm oturma otağı kimi istifadə edə bilərsiniz. Pilləkənlərin alt hissəsində sanuzeli, baxın, tam təchizat hazır vəziyyətdədir, duş kabinasına kimi var. Bu hissədə evimizin qonaq otağıdır. Studiya şəklində dizayn olunub. İstəsəz mətbəxi digər otağa da keçirə bilərsiniz. Spotlarla, gizli işıqlarla bəzədilib və qonaq otağından həyətə keçir və digər istiqamətdən də evin besetkasına keçid edə bilərsiniz. Ümumilikdə 4 otaqdan ibarətdir və bir həyətdə olan ofis iş otağı var. Oranı da evə birləşdirmək mümkündür. Və ikinci mərtəbəyə qalxdıqda, baxın, mən sizə ilk öncə evin panoramasını göstərmək istəyirəm. Baxın, belə bir gözəl bir görünüşü var. Ömürlük panorama. Duz gölünün tam qarşısında ekoloji cəhətdən təmiz və müalicəvi havası olan hündür ərazidə yerləşir və eyvan hissəsi də kifayət qədər genişdir. İkinci mərtəbədə yerləşən birinci yataq otağı. Bu yataq otağının daxilində qardirob otağı, əlavə olaraq da ki, sanuzeli var. İkinci mərtəbədə yerləşən növbəti otağımız və bunu qeyd edim ki, bu otaq iki otağın birləşməsidir. Yəni istəyən olsa otaqları bölə bilər. Baxın, bu istiqamətdən bölə bilər. İki otağın birləşməsi kimi oldu, kamera sisteminə kimi var. Qiymət əsas məsələ. Evin qiymətində gözəl bir endirim olunub və bizim kanaldan gələn müştərilərə yenə də gözəl bir endirim olacaq. Hal-hazırda qiymət 20.000 manat endirimlə 295.000 manat yox, 275.000 manata. Və sanuzeli, jacuzzi kimi var, hazır vəziyyətdədir. Döşəməsi istipoldur. Ev sahibi, yəni yaxşı keyfiyyətli materiallardan istifadə olunub, çox gözəl evdir. 275.000 manata bu gözəllikdə evimiz satılır. Sənədi bir daha da qeyd edirəm, çıxarışdır. Çıxarış əsasında notarial qaydada alqı-satqı olacaq. Ətrafdakı qonşuluq da ki, baxın, görürsünüz, kompleks şəklində inşa olunan
villa tipli həyət evlərdir və şəxsi evimizdir, şəxsi evdir. Real alıcıya da ki, yenə də endirim olacaq.